Gel ay Merdan gel. Ne oldu sen məhkəmən? Leyla Mirzəyeva nə dedi? Yəni səndə mən hələ başa düşürəm ki, hələ Sumqayıt İnzibati Məhkəməsi indiyənə qədər səbəb əlaqəsi ilə 50-lik qrupu ilə səbəb əlaqəsini yəqin bilmir. Araşdıra bilmirlər. Başa düşə bilmirlər ki, 50-lik nədir, səbəb əlaqəsi nədir. Sənin 50-liyin var da səbəb əlaqəsi müzakirə olunur. Sən hərbi həkim komissiyasının qərarını verirsən və qərarda müəyyən olunur ki, sənin hərbi həkim komissiyasının qərarı var. Bu xəstəliyi, bu vəziyyətə düşməyi, kəstildə qalmağı, yer hərəkətləri, hərəkət oynağının itirilməsinin səbəbi Azərbaycanın ərazi bütövlüyüdür. Bunu sübut edən əlində məhkəmə qərarı var. Hakim nə dedi sənə ay Mərdan? Hakim deyir göndərməliyik sənədləri. Biraz bəd danış. Hakim dedi sənədləri göndərməliyik. Müdafiə Nazirliyinin hərbi komissiyasına göndərəcək, oradan rəy versinlər. Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının qərarı var da səndə, düzdürmü? Mən yazmışam da o iddianı sənə də. Mən Tahir Məmmədov yazmışam da. Hakim Müdafiə Nazirliyinin hərbi həkim komissiyasına şübhə ilə yanaşır. Mən belə başa düşürəm ki, şübhə ilə yanaşır. Mən də onların üzərinə şübhə ilə yanaşıram. Mən də sənə deyirəm ki, neçə aydır məhkəmən gedir? Demək olar ki, 1 ildən artıq. 1 ildən artıqdır. Mən də sənə deyirəm ki, bax, hörmətli tamaşaçılar, bu adam beynindən 94-cü ildə ağır yaralanıb, bax, bu vəziyyətə düşüb. Ələ qal görüm sağ əlin. İşləyir əlin. Yox, sol işləmir. Sol tərəf işləmir. Sol işləmir. Sol ayağın da işləmir. Görürsünüz hörmətli tamaşaçılar. Görürsünüz Zəfər TV, İgid Əsgər TV-si, Şəhidim TV, bizim şəhid ailələr, əlil və müharibə veteranların müdafiəsi İctimai Birliyinin üzvləri. Görürsünüz, bu adama işgəncə verirlər. Bax, bu adam Qarabağ əlli olub, ikinci qrup. Bunun əlliliyini dayandırıblar. İkinci qrubundan ümumi əllilik verilib buna. Heç bir əsas da yoxdur. Konstitusiyon hüquqlarını pozublar. 1 il, 2 aydır məhkəmələrdə sürüyürlər bunu. Çünki məhkəmələr bilmir ki, buna əllilik, Qarabağ əllilik dayandırılıb, diqqətlə qulaq asın. Və sonra bunun təzədən komissiya salıblar. Qarabağ əlli kimi yox, ümumi əlil kimi ikinci qrup əlil veriblər. Biz də iddia qaldırmışıq ki, ay İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsi, bu adam paralişdir, bir tərəfi işləmir, sol tərəfi işləmir. Nə ayaq, nə qol işləmir. Bu adamın yoldaşı da bu vəziyyətdədir, ha. Ər-arvad ikisi də bu vəziyyətdədir. Bunların bu günləri acınacaq, mən yandıran bu əsəblə, aqressiya ilə danışmamın məsələ səbəbi odur ki, bunların bu günləri sosial durumu acınacaqlı vəziyyətdədir. Tam sıfır vəziyyətdədir. Yəni ailəyə bir köpük pul gəlmir. Qarabağ qaziliyi kimi yenə prezident təqaüd alırdı. Onun Qarabağ qaziliyini də ləğv eləyiblər, ümumi əlillik veriblər. Hakim Leyla Mirzəyeva bunu 1 ildir məhkəmələrdə sürüyür. Hakim Leyla Mirzəyeva anlamır ki, bu adamın qrupu var. Biz qrupu müzakirə etmirik. Biz səbəb əlaqəsini müzakirə edirik. Yəni biz hakimə sübut kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qeydiyyatdan keçmiş elektron sistemdə oturmuş rəsmi qərarın veririk ki, bunun aldığı travma başından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundadır. Hakim o qərara şübhə ilə yanaşır və hakim bilmədiyinə görə bu işlərin dərindən bilmədiyi üçün bunu 6 ay sürüyüb 50-liyi müzakirə edir. Bunun 50-liyi var da. Bunun 50-liyi yerində qalır. Ay möhtərəm hakim Leyla Mirzəyeva. Mən sizin kommentinizi oxuyuram. Yazıblar ki, vətən müharibəsində belə eliblər, el eliblər. Nə bilim, nə siz güya əlillərə köməklik göstərsiniz. Amma mən deyirəm, sizin əlillərə heç bir köməyiniz yoxdur. Bax, bu kimi belə əlilləri sürüyürsünüz. Baxın, görün bu nə vəziyyətdədir. Bu, masazırdan xətaya mənim yanıma gəlib dəstək istəyir. Siz hakimsiniz, siz əlinizi Qurana basmışsınız. And düşmüsünüz, ədalətli qərar çıxarmalısınız. Sizə hakim kimi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı sübut deyilmi? Və mən sizə sual verirəm. Biz vətəndaşın Hərbi Həkim Komissiyasının qərarının altdan da yazılır ki, demək ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır xəsarəti. Rəsmi sübut vermişik sizə. Siz mənə deyin görün Piteklə, siz nə ilə sübut edirsiniz ki, bu ümumi əlildir?
anadan gəlmə əlildir. Yəni siz normal hakim olsaydınız, savadlı hakim olsaydınız, bir dənə Zəngilan məhkəməsində sorğu verərdiniz ki, Məmmədov Mərdan Əbiloğlu həqiqi bir xidmətə çağırılanda və sonra təkrar Qarabağ müharibəsinə çağırılanda sağlamıdır yoxsa yox? Eyni xəstəliyin birində Zəngilan xəstəxanasına göndərədiniz ki, Məmmədov Mərdan Əbiloğlu uşaqlıqdan insulin xəstəliyi olub yoxsa yox? Yox da demək bu adam müharibədə olub da. Hərbi Həkim Komissiyasının qərarı var. Hakim sübuta yiyələnməlidir. Biz sizə sübut vermişik. Siz Müdafiə Nazirinin Hərbi Həkim Komissiyasının şübhə ilə yanaşırsınız. Bu yola verməkdir. Bu vətəndaşlara işgəncə verməkdir. Süründürməklə bürokratiya yol açmaqdır. Bunun başqa bir adı yoxdur. Mən bunun adından danışıram. Çünki bunun bütün işinə mən maraqlanmışam. Bir də təkrarlayıram. Adam Qarabağ əlli olub. 2022-ci ildə bunun Qarabağ 22-də dayandı. Yox, 25-ci ildə dayandı. 2025-ci ildə bunun Qarabağ 50-ni dayandırırlar. Və sonra ikinci qrup 50-liyi yerində qala səbəb əlaqəsini dəyişib mülki əlir veriblər. Biz də ondan narazı qalmışıq. Əlimizdə fakt, sübut, hər bir şey ola vermişik Bakı İnzibati Məhkəməsinə. İndi siz Bakı İnzibati Məhkəməsi nə ilə sübut eləyirsiniz və qarşı tərəf ki, bu anadan gəlmə əlildir və yaxud da mülki əlildir. Nə ilə sübut eləyirsiniz? Bu əsgəriyə sağlam gedib, bu əgər bir xidmətə təkrar bir xidmətə müharibəyə sağlam gedib, müharibədə yaralanıb, Hərbi Həkim Komissiyasının qərarı var. Hərbi Həkim Komissiyasının qərarı, forma 11, hər bir şey var. Bu sübut deyilmi sizin üçün? Mən sizə hakim kimi sual verirəm, Leyla Mirzəyeva. Siz qarşı tərəf sizə nə ilə sübut edir ki, bu mülki əlildir? Siz onu araşdırdınız mı? Yox. Siz niyə bu adama işgəncə verirsiniz? İndi də böyük prosesdə biri, ayın biri, demək, iyun 2026-cı ildə məhkəmə prosesində vətəndaşı danışmağa da imkan vermişsiniz və buna demişsiniz ki, biz Hərbi Həkim Komissiyasına sorğu verəcəyik, 2 aydan sonra cavabı gələcək, sonra məhkəmə vaxt təyin eləyəcəyik, sonra biz sağ qərar çıxadacağıq. Bu da getdi 2 il elədi. 1 ildir pensiya almır. Bunun evinə getdinizmi biz? Ay Əmək və Əhalinin Sosial Təminat Nazirinin yanında, nə bilim, böyründə reabilitasiya xidmətinin tip sosial eksperti getib maraqlandınızmı? Bunlar ər-arvad ikisi də əlildir. Bunların yemək yeməyə pulu yoxdur ki, böyünləri çörək alıb yesinlər. Görün siz dövlət büdcəsinə kimin pulunu qaytarırsınız? Əli qaldı? Qaldı, tərpən. Dur ayağa görün, dura bilsən. Baxın, görün kimin invalidin yeri görün. Baxın, ay millət, ay Azərbaycan xalqı, ay nazirlər, görün tek kimin çörəyin nədir, pulun kəsir, dövlət büdcəsinə göndərir. Baxın. Və görün hakimlər bu kimi adamları illərlə məhkəmədə sürüyür. Demək 1 il inzibati məhkəmə, 2 il inzibati məhkəmə iş aparır. 1 il yarımdır da, elə deyil mi? Nə qədər diyor? 1 ildən artıqdır. O qərar qəbul edildi, 2 il olacaq. 2 il apellyasiya aparır, 2 ildə Ali məhkəmə aparır, geri qaytarır, yenə 2 il apellyasiya aparır, yenə qayıdır Ali məhkəməyə, olur 6 il. 6 ildən sonra adam dünyasını dəyişir, gedir. Bax, bunlar bu oyunlar oynayırlar. Bunlar sürünürməsilə, bürokratiya belə yol verirlər. Mən onların əvəzinə utanıram, vallahi utanıram Mərdan. Sən mənə bir dənə də görüm, sənin yoldaşın əlildir. Bəli. Neçənci qrup? 3-cü qrup verirlər. Onda sağ tərəfdə paraliz. Sağ tərəfdə paraliz qrup. Yəni insülin keçirmiş adamda bir çaynik aparıb çayın üstə qoyub gətirib qabağa qoya bilmir. Xəstəliyinə bağlı. Evdə yəni yeməyimizi, içməyimizi bu uşaq edir. Bir oğlum var, o bir oğlun da ata-anasına görə heç yerdə işləyə bilmir. Yəni bu, gəl bura bir dənə, otur ata bölümdə. Evdə yeməyimizi, içməyimizi, evimizi... Bax bu, gördüyünüz bu cavan uşaq heç yerdə işləyə bilmir. Ata da xəstədir, ana da xəstədir. Nə evlənməlidir ki, evlənsin, gəlin baxsın. Cavan uşaqdır, görürsünüzmü? Heç yerdə işləyə bilmir, qalıb küçələrdə ata-anaya baxır. Bir dənə sənin ümumi səbəbdən olan əlilliyi ilə bağlı pensiyana başqa eyvana heç bir gəlir gəlmir. Nə qədərdir o pensiyan? 250 manat sosial müavinət. Demək, hörmətli izləyicilər, 250 manat sosial müavinət alan bu şəxs Nə yoldaşımın, nə mənim öz davada... Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda 1-ci Qarabağ müharibəsində
94-cü ildə Qaradiz əməliyyatında beynindən ağır yaralanıb. Bax, bunun qrupun böyünləri Pitek kəsir və bu qrupu kəsəndən sonra bunun pulun hesab edir ki, bir il yarımdır, 2025-ci ildən indiyənə qədər dövlət büdcəsinə xeyir verir, güya Pitek. Pitek anlamır ki, bu adamın yəsi çıxacaq, bu adama bizim kimi qardaşları çıxacaq, döyüş yoldaşları çıxacaq, bunun hüquqlarını bərpa eləyəcək və son 3 ili geri onu aldırtdıracaq, geri bir nəfəsə, hissə də yox ha, bir dəfiyə ödətdirəcək onu. Çünki hissə o pulun ödənməsi yoxdur. Demək, burada Pitekin, Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin yanında reabilitasiya xidmətinin tip sosial eksperti belə insanların, digər əlillərin, qrupların kəsməklə dövlət büdcəsinə güya xeyir verirlər, güya. Və bu günləri inzibati məhkəmələrdə ən çox mübahisələndirən məsələ 2 dənə məsələdir. Biri Azərbaycanda boşanmadır, biri də əlillərin problemidir. Əgər bunu kim istəyirsə, gəlsin mən ona sübut edeyim. Əgər kim deyirsə ki, bu belə deyil, gəlsin mən ona sübut edeyim. Mən burada, bu otaqda saat neçədir? Bütün nazirlər evindədir, bütün həkimlər evindədir, bütün hakimlər evindədir, amma mən adam qəbul edirəm burada ictimai birlik sədri kimi. Və bu cür insanlar qəbul edirəm, bunlara kömək göstərirəm. Gecə saat 10-da, 11-də mən evimə gelib çıxa bilmirəm. Nə altı bazarım yox, nə bayram günüm yox. Bu nədən irəli gəlir? Vətəndaşların hüquqlarını bilərəkdən, qəsdən, qərəzli şəkildə pozmaq, onları süründürməkliyə cəlb etmək, vətəndaşları dövlətdən küstürməyə çalışan, bu 5-ci kolondək, 6-cı kolondək bu kimi həkim və hakimlərdir. Mən bilirəm ki, dövlətimizin gözəl qanunları var. Dövlətimiz bu qanunlarla bağlı demək, qərar qəbul edir. Bu qərarların heç bir icra olunmur. Bu oyunları oynayan tip sosial ekspertinin, reabilitasiya xidmətinin tip sosial ekspertidir, Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin yanında. Yəni bu adam yoxdur da, bir tərəf üstə, sol tərəf üstə paraliz keçidib. Təsəvvür edin. Sağ tərəf üstə də bunun yoldaşı paraliz keçidib. Biri sağ, biri sol. Və bu uşaq əsgəriyə gedə bilmir. Niyə gedə bilmir? Ata da xəstədir, ana da xəstədir. Baxmağa adamları yoxdur. 250 manatdan bunlar dolanırlar. Sən getdin, iş istədin, nə dedilər sənə? Sosial müdafiə dost xidmətindən getdin, nə dedilər sənə? Dedim, mən təkəmdə, yəni subaya baxa bilmirəm, evdəkilərə çətinçilikdir. Dedilər, ancaq 1-ci qrup üzrə iş istədim. Allah sizə deyir ki, o gərək 1-ci qrup olmalıdır. İndi, Pitekin həkimləri, mən sizə sual verirəm. Bu adamın özü sol tərəfdə paraliz keçidib, yoldaşı da sağ tərəfdə paraliz keçidib. 1-ci qrup kimə verirsiniz? Siz Sövsan qəbirstanlığına yaxınlaşanlara. Yəni, siz 1-ci qrupu görün kimlərə verirsiniz? 100% aparatdan çıxmayan adamlara 1-ci qrup 50-lik verirsiniz. O da 10 gün alır, 10 gündən sonra dünyasını dəyişir. Niyə vermişsiniz buna 1-ci qrup? Mən nə deyim burada, qarqış eləyim sizə, yoxsa nə deyim? Mən əsəb keçirəm bir vətəndaş kimi, bir türk oğlu kimi, bir qazi kimi, bir vətəni sevən oğlan kimi əsəb keçirəm sizlərə ki, niyə siz bu dövlətin, bu vətəndaşların, həssas təbəqədə olan vətəndaşların süründürməsiyə yol verirsiniz? Mən sual verirəm Sumqayıt Məhkəməsinin hakiminə, Ali Məhkəmənin hakiminə, Konstitusiya Məhkəməsinin hakiminə. Məhkəmə nə qədər getməlidir bu? 2 il məhkəmə olur. Məhkəmənin bir müəyyən qanunvericilikdə müddətləri var da, qutarıb qərar qəbul edilməlidir. İllərlə məhkəmə olur. Mən bugünkü gündə bir 15 gün bundan əvvəl gedib maraqlanmasam, bugünkü gündə mənim məhkəmə icrası olmağını bilmirdim. Mənə mesaj gəlmədi. Özüm Sumqayıtdan bu vəziyyətdə çətinlik çəkindən getmişəm. 15 gün bundan əvvəlki mənim işimdə yerdə qaldı. Deyiblər ayın birində məhkəmədir. Heç bir xəbər... Yəni məhkəmə sənə məhkəmənin yeri və vaxtı barədə heç bir məlumat vermir. Yox, özüm gedib öyrənmişəm orada. Dedilər mesaj gəlməlidir. Bunu mən demirəm ki, ay Azərbaycan xalqı, ay gözəl hökumət nümayəndələri, inzibati orqanlarda işləyən hökumət nümayəndələri, səlahiyyətli nümayəndələr bu məhkəmələrlə
Fitekin 51 olmasını bilirsiniz da siz. Yəni məhkəmələrlə Fitek 51-dir. Məhkəmə hakimi Fitekin nümayəndəsindən soruşur ki, mən buna qərar qəbul edeyim. O hə desə eləyir, yox desə eləmir. Görün məhkəmə nə gündədir Azərbaycanda. Mən bunu demirəm, bunu fakt görüntüdə sizə göstərirəm, görüntüdə. Mən belə başa düşürəm ki, mənə mesaj şəklində xəbərdar erməcilərlə belə əsaslanıb, belə bir şübhə yarım doğulur ki, burada. Mən yəni həmin günü bilməsəydim, bu gün bilməsəm, məhkəməyə getməsə, mənsiz qərar qəbul edəcəkdilər ki... Təmin eləməyəcəkdilər, bəli. Mülksüz sayacaqdılar. Yenə mülksən ona iddia ilə təzdən nəzən baliçada yatmalıydın, bir də forma 8 göndərməliydin, bir də imtina almalıydın, bir də iddia yazmalıydın. Onlar bunu eləyir ki, vəkillər varlansın. Mən belə başa düşürəm ki, onun bilərəkdən mənə mesaj şəklində xəbərdarlıq göndərməli. Bilərəkdən, sənin bütün işin, sənin bu vəziyyətdə, yaxşı sən bir dənə sosial yardım istəməmsiniz siz. İstəmişəm, Nə deyib sizə? Eləcə gör ekranı, yaxınca görüm atanı. Ailə vəziyyətimizdə gəlib baxırlar evdə. Hə. Belə oradan otur, gör ekranda gör. Nümayəndələr də gəlib baxırlar, ailə vəziyyətimizdən maraqlanırlar. 2 dəfə mən özüm kurs bitirmişəm, Dövlət Sosial Müdafiə Nazirliyinin nəzdində. Yəni iş də istəmişəm 2 dəfə, köməklik də istəmişəm, yəni baxılmıyor. Lənkəran İcra Hakimiyyətindən də mən kömək istədim, ərizə də yazdım orada ki, mənim ailə vəziyyətimlə bağlı heç bir iş qabiliyyətim yoxdur. Mən 2 xəstəyə baxıram, 27 yaşım var, subay uşağım. İşləyə bilmirəm, nə Zəngilan rayon icra hakimiyyəti gəlib vətəndaş olaraq maraqlanmır, nə Sovet sədri gəlib maraqlanmır, bir dəfə heç kim, yəni heç kim. İndi mən buradan sual verirəm ki, hörmətli, əziz qardaşlar, hörmətli inzibati orqanların və səlahiyyətli nümayəndələrə ki, mən bu insanlara ancaq hüquqi yardım göstərə bilirəm də. Baxın, biz QT rəhbəri nə qrant almırıq. 30 ildir biz Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının şəhid ailələri, əlil və müharibə veteranlarının hüquqlarının müdafiəsi kimi fəaliyyət göstəririk. Amma bir qəpik qrant almamışıq. Və müraciət edirəm ki, bizə qrant verməyiblər. Hər gün bu Respublikada bütün hər kəs bilir, hər kəs 10 milyon xalqın 6 milyonu bilir ki, biz gecə gündüz bayramsız bu qəbildən, bu təbəqədən olan insanlara belə yardımlar göstəririk, həm hüquqi, həm mənəvi yardımlar, həm maddi yardım gücümüz çatanda göstəririk. Amma mən bir şey başa düşə bilmirəm ki, niyə bu kimi Qarabağ qazisinin bu günləri acından ölməlidir? Niyə hakimlər, vətən deyən o boğazdan yuxarı hakim, həkimlər, Fitekin həkimlərindən söhbət gedir. Elə poliklinikanın həkimlərinə də aiddir, elə təbibin həkimlərinə də aiddir, elə sığortanın həkimlərinə də aiddir, səhiyyənin həkimlərinə də aiddir. Niyə bu adam gənc yaşında sizlərdən ötürü vətən uğrunda canını fəda verib? Amma siz buna süründürməçiyə, bürokratiya yol verirsiniz, işgəncə verirsiniz, onun acından ölməsinə məhkum edirsiniz. Bu nə eləməlidir? Çıxıb metronun başında dilənməlidir. Ya kimsə gedib bunun qapısını döyübmü? Gedibmi? Gəlibmi kimsə sənin qapını döyübmü? 3 gün bunlarla Qurban Bayramıdır, heç kim. Qurban Bayramında sizə bir 100 qram ət gətirib verən oldu mu? Kim verməlidir bunu? Möhtərəm hakim, həkimlər. Kim verməlidir buna? Kim bunun sosial rifaktın yaxşılaşdırması ilə bağlı aidiyyəti tədbir görməlidir? Sonu məhkəmədir, məhkəmə də bunu süründürür. Yəni bildikdə Fitek hamının hüquqlarını pozur. Görün kimin hüquq, görün məni yandıran bilsən nədir? Gör kimin qrupun kəsi